Mən sizə bir dənə yol deyim, İmam Hüseynin məhərrəmində faydalı olar. Bacarırsınızsa, tez-tez, yəqin bildiyiniz eyibləri kağıza yazın ki, məndə 100% bunlar var. Kağıza yazın, öz portretinizi, pisliklərinizi yazın. Mən tapmışam içimdə bunları, yazın kağıza. Və baxın yazdıqlarınıza, özünüz haqqında, öz qənaətinizə, öz eyiblərinizə baxın. O lazer necə yandırır bəzi şey, baxış lazımdır. Bəzən Allah istəyir ki, sadəcə fokuslanasan öz eybivə, baxasan, pisliklərin onda enerjiyə çevriləcək. Özünə bax, kağızın üzərində. Hələ tapdıqlarını yaz, deyən, bax, busan da. Adam öz-özünə, bax, busan. Bunu da eləmirik. Yox, ki, mən yaxşıyam, yaxşı, deyən, yaxşıyam. Deyən, bax, busan. Görürsən, kimsən?